Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve khairun nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri. Ve hlul ugdeten min lisani yefkahu kavli. Allahümme ceal avakibe umurana hayra ve la tec'alha şerra. Rabbena zidna ilmen ve amelen ve imana ve salli ala Muhammed ve ala Muhammed. Qolmuş şeytanın şerrindən Allah'a sığınıram. Rəhman, rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi YouTube'dan izləyən dəyərli həmvətənlərimiz. Hər birinizi xoş gördük. Cəmiyyət və tarix, yəni sosioloji dərs səhifə 22, 55-ci dərs. Bugün 1 noyabr 2025-ci il. Hamınız xoş gəlmişsiniz dərsə. İnşallah Allahın köməkliyi ilə başlayaq dərsimizin davamına. Deməli, biz keçən dərs nə oxuduq? Yeni bir dərsimiz oldu tarix barəsində. Olmuş hadisələr deyil, falan hadisə baş verib, ona işimiz yox. Təhlili, elmi, hökmən demişəm, hər hansı bir sahənin təhsilindən öncə o sahənin elmi yanaşmasını bilin. Ki o girişi bilsəz, elmin mövzusunu biləcəksiniz ki, bu dərsi nədən danışır? Danışıq tarix sözünün leksikoloji mənası, terminoloji mənası və tarixin 3 tərifi barəsində. Dedik ki, tarix barəsində 3 dənə tərif var. Birinci nə idi? Tarix götürülürdü ağıl cəhətdən deyil, nəqli cəhətdən və cüzi. İkinci götürülürdü ağlı cəhətdən və kulli, bütöv. Üçüncü nə idi? Tarixi fəlsəfə. Yəni, hər hansı bir mərhələyə keçid olan bir elm. Və danışıq, məlumat verdi, mən qısa deyim, qalmasa mövzumuz. Nəqli, cüzi, tarixin tərifinin birinci tərifi nəqlidir. Yəni, tarixin kökü nəyə əsaslanır? Yazılanlara, ağılla deyil, yazılanlara mənbəsi odur və cüzidir. Yəni, tarixə aid olan məsələni tarix qeyd edir. Keçmişdə olanları qeyd edir. Gələcəyə yox, indiki zamanda yox. Gələcək və indiki zaman tarix sayılmır. Tarix danışır keçmişdən, tarix danışır keçmişin hər olan hadisəsi tarixin mövzusu deyil. Demək ki, məsələn, vulkan baş verirsə, keçmişdə falan ildə, məsələn, cəmaət arası müəyyən bir çaxnaşma baş verirsə, bu tarixi baxımından onu qeyd edə bilər. Məsələn, vulkan niyə baş verdi, nəsə dərəcədə bura nə oldu, nə filan torpaq nə oldu, bu coğrafiya, astronomiya bu elmə aiddir. Tarix ancaq nəyə deyə bilər? Cüzi olaraq ki, filan ildə filan hadisə baş verir. Təhlili ona aid deyil, təhlili aiddir coğrafiyaya. Keçmişdən danışır, yazılanlara əsasən danışır və özünə aid olan məsələləri danışır. Bu birinci tərif. İkinci, əqli və kulli. Əqli nə idi? Qeyd eləyəndən sonra orada düşünür, ağlın işə salır. Bu hadisənin baş vermə səbəblərdən biri budur ki, biz belə anlayırıq. Deməli, filan orada hadisələr olub kökündə, ta bu məsələ oldu. Külli olaraq bütün hadisələri hamısını əqli cəhətdən, ağıl baxımından təhlil edir. Məsələn, Cəməl müharibəsi olub, İmam Əlinin Təlhə Zübeylə müharibəsi. Bu nəqlidir və cüzidir. Filan hadisə baş verdi. Hadisə niyə baş verdi? Orada ağıl işə düşür. Və onu bütöv dərindən araşdırır. Bu təhlil, ikinci məna kulli. Üçüncü, tarixi fəlsəfə. Tarixi fəlsəfə nədir? Cəmiyyət bir mərhələdən başqa mərhələyə keçid edir. Yəni, hal-hazırda cəmiyyətlərin nədən ibarət olmasından danışan bir elmdir. Bu üçüncü tərif tarix barəsində. Bugünkü dərsimiz səhifə 22. Belə bir sual var burada. Mümkün oxucu sual versin. Ola bilər ki,
cəmiyyətlər həm indiyə, həm də keçmişə malik olsunlar. Yəni mövzu nədir burada? Nə oxuyacağıq? İndi baş verən hadisələr var ha. Keçmişə aiddir, yoxsa indiki zamana aiddir? İndi baş verən hadisələr tarix sayılmır. Bəzidir ki, hə, bəzidir ki, yox. Sonra misal vururlar, məsələn, hərəkət. İnsan dayananda hərəkət eləmir, hərəkət eləyəndə hərəkətdədir. Bu həm idi mənasındadır, həm də olmaq mənasındadır. Mən inşallah çalışacağam, oxusam səhifə 24-ə qədər qəşəng olar. Ola bilər ki, cəmiyyətlər həm indiyə, həm də keçmişə malik olsunlar. Və onların keçmişi, elmi tarixin və müasir dövrü isə tarixi fəlsəfə adlı başqa bir elmin mövzusu olsun. Yəni, keçmişdə olanlar elmi tarixdir və indiki dövrdəki baş verir, olsun tarixi fəlsəfə. Yəni, biz tarixi bölək keçmişə, tarixi, deməli, elmi tarix keçmişə aiddir. Əvvəl oxumuşuq, elmi tarix, keçmişə danışır. Və o ki, indi baş verir, biz bunu adını qoyaq tarixi fəlsəfə. Yəni, o tarix adını götürməyək də. Halbuki bunların ikisinin bir yerdə olması mümkün deyil ki, bir də hadisə baş verir indi. Həm bu sahəyə aid olsa, həm keçmişə aid olsun. İndi baş verirsə, müasir dövrdür. Deməli, aid olacaq nəyə? Tarixi fəlsəfə. Əvvəl baş verirsə, nəyə aid olacaq? Elmi tarixə. Bir də hadisə baş verirsə, həm ona, buna aid olsun, bəzi bu mümkün deyil. Çünki ikisinin mövzusu ayrı olduğu üçün, iki mövzu bir yerdə olursa mümkün deyil.